22 yaşım üçün özümə 22 hədiyyə edirəm. Gün 1. Deməli, qərara aldım ki, 22 yaşım üçün özümə 22 hədiyyə edim və bu hədiyyələri sizinlə də bölüşüm. Bu hədiyyələr həm maddi, həm mənəvi hədiyyələr olacaq. İsə ilk hədiyyəmdən başlayaq. Sonrakı hədiyyələrimin də nə olduğunu görmək istəyirsinizsə, bu seriya sizə maraqlıdırsa, mütləq məni izləməyi unutmayın. Videoya şərh yazın, bəyənin, like eləyin. Dostlarınızla, yaxınlarınızla bölüşün. Özümə aldığım birinci hədiyyə uzunboğaz çəkmələrdir bunlar. Mən çoxdandır ki, ucu sivri, qara olmayan, gündəlik də geyinilə biləcək, yəni rahat bir uzunboğaz çəkmə axtardım. Axır ki, istədiyimi tapdım və özümə uyğun çizmələri aldım. Belə, yaxından da göstərsəm, bu cürdür. Artıq geyinmişəm bir dəfə. Deməli, mən Lütfəzadədən almışam. İstəsəz baxa bilərsiniz, bilmirəm amma qalıb ya yox. Bu da deyim ki, ad günümə qədər hər gün özümə aldığım bir hədiyyəni paylaşacağam. Özümə hədiyyə etdiyim bir hədiyyəni sizlərlə də bölüşəcəm. Daha çoxu üçün izləmədə qalmağı unutmayın. Sabah görüşərik. Bay bay.